test toplusu testlərinin izahına başlayırıq. Look indiki zamandadır. Hal-hazırda bax deməkdir. Demək, bax. Bax, an ancient coin, qədim pul, qədim qəpik deməkdir coin. Demək, coin təkdədir, tək göstərir. Look indiki zamanı göstərir. Demək, biz bura indiki zamanda tək bir feil seçəcəyik, o isə Y variantındadır. Y variantı doğrudur. Demək, look indiki zamanı göstərsidir, ancient coin tək bir isimdir, ona görə bura is qoyacaq. There is an ancient coin in his collection. İkinci testimizə baxaq. A lot of paper on the table and I can't work. A lot of paper on the table and I can't work. A lot of paper, çoxlu kağız sayılmadığına olduğuna görə təkdədir. Can't indiki zamanı göstərdiyinə görə, demək, indiki zamanda tək bir feil göstərəcək. Tək bir feil qoyacaq bura. Is'dir o da. Yəni, bu da doğrudanımız Y variantı. Demək, there is a lot of paper on the table and I can't work. Stolun üstündə çoxlu kağız var və mən işləyə bilmirəm. Üçüncü testə baxaraq. Delegation of teachers. Müəllimlər heyəti. Oflu birləşmədə biz əvvələ baxırıq. Baxın bura. A delegation. A delegation of teachers. Əsas tərəf birinci tərəfdir. Tomorrow'dur, gələcəkdir. Demək, will come. Will become olmaz. Bunu qarışdırmayın. Will become bir məchul növ quruluşudur. Yəni, passive voice quruluşudur. Come feili ilə passive voice yaratmırıq biz. Passive voice gələnlər onu zəhərləyəcək. Demək, doğrucağımız E variantı oldu tomorrow sözünə görə. Demək, müəllimlər heyəti sabah gələcək, əgər təyyarə vaxtında gəlsə. Dördüncü testə baxırıq. Some students cəmdədir, ago keçmişdədir. Demək, keçmişdə there was, there were. Feillə birini götürəcəyik, were cəmdə olduğundan were-ı götürdük. Students cəmdədir ona görə. Doğru cavabımız D variantıdır. Beşinci suala baxırıq. A rich harvest, zəngin məhsul, bol məhsul. Təkdədir, ago təkdədir. Demək, was keçmişdə tək olan D variantı. Altıncı testə baxırıq. Yesterday keçmiş zamandır. A variantda is indiki zamandır. D variantda zaman bildirmir. Rain indiki zamandır. Rains indiki zamandır. Yesterday'e görə bir dənə past simple. B variantda da B doğru cavabdır. 7-ci testə baxırıq. Burada da yesterday olduğuna görə baxın. Let's C variantda indiki zamandır. Will gələcəkdir. Have indiki zamandır. Has indiki zamandır. Let feili keçmiş zamandır. Let icazə vermək feilinin elə keçmişi də let olacaq. Ona görə A variantıdır. Look dedi, look olanda indiki davam edici olur. Look the sun is setting. Look, bax, hal-hazırda günəş is setting. Hal-hazırda olan bir feili göstərəcək. O da B variantındadır. Dedik, getdik 9-cu testdə. Don't leave the house. Evi tərk etmə. Demək, it is raining now. Burca dəqiqə, hal-hazırda. Evdən çıxma, indicə eşikdə yağış yağır. It is raining now. Və 10-cu testə keçirik. Every room təkdədir. Now. İndiki zamandır. İndiki zamanda tək feil bir dənə C variantındadır. Yəni, every room təkdədir. Now. İndiki zamandır. Demək, indiki zamanda təkdə bir xəbər axtaracaq. Çünki müftədəmiz təkdədir. O zaman C variantı qalır. 11-ci testə baxırıq. 11-ci testə baxırıq. The street təkdədir. Now. İndiki zamandır. Yenə tək bir feil axtarırıq. O da A variantıdır. The street is crowded now. Küçə izdihamlıdır indi. Getdik 12-ci testə baxırıq. Will meet gələcək zaman olduğuna görə bir dənə gələcək zaman zərfi B variantındadır. Digərləri hamısı keçmiş göstəricidir. 13-cü testə baxırıq. Will take part gələcək zaman olduğundan bir dənə gələcək zaman zərfi next Monday gələn birinci gün gələcək zamanda qalanları B variantı keçmiş zamanda at yesterday, D variantı ago keçmiş zamanda, Z variantı last month keçmiş zamanda, Y variantı last Sunday, bu da keçmiş zamanda keçən bazar günü. Gəldik 14-cü testə. An accident təkdədir.
Yesterday keçmişdir. Keçmişdə tək bir xəbər, o da was qoyacaq. Z variantı qoyacaq. There was an accident in the street yesterday. Dünən küçədə qəza oldu. 14-cü hissəsinin cavabı C variantı.